Hamınızı salam dostlar. Yenə uzun bir aradan sonra sizlərləyəm. Mən bugün emalatxanama işıq hazırlayacağam. Bu işığı hazırlama səbəbim axşam tərəfi öz emalatxanamda iş görəndə qaranlıq olması səbəbilə bu işığı düzəltmək qərarını aldım. İndi isə çox danışmadan videoya keçək. Dostlar, bu gördüyünüz USB şnur mənim emalatxanamın üzərindəki yerə qədər çatmır. Yəni bunun uzunluğu təxminən 1 metrdən az olur. Yəni bu, baxın buradan bura qədər 1 metrdən az olur. 800-900 cm uzaq olur. Bu emalatxanama çatmağı üçün isə belə bir şunları istifadə edəcəyəm. Təxmini onsuz bu qədər bəs eləyir. Bunu bu USB-nin axırıncı yerinə qədər bunu bura belə bağlayacağım və izolasiyasını eləyəcəm. Mən burada 5 volt USB olduğu üçün 5 volt verir. Bunu MT3608 modulunun mənfi yerinə qaranı, müsbət yerinə isə qırmızı naqili lehimləyəcəm. Bunun çıxışında isə burada gördüyünüz hassas ayarlı potansiyometr ilə multimetr köməkliyi ilə 12 volt ayarlayacağım. Bu gördüyünüz led onsuz 12 voltdur. Bu ledlər çox şey eləmişəm. Məsəl üçün sizinlə bir işıq hazırlamışdım. Bu düymə isə 2 qədəməlidir, 1 və 2. Biri çox güclüdür, biri isə azdır. Bunun da səbəbi burada gördüyünüz 1i4007 adlı dioddur. Burada bu gördüyünüz USB şnurdan gələn enerjini mən buradakı soketlə bir-birinə birləşdirəcəm. Biri dişi soketdir, biri isə erkək. Bunun bir-birinə salarkən belə dişləri oturur və sıxır, bərk olur. Bunu biraz kastıranda isə çıxır. İndi çox danışmadan videoya keçək. Invincible. Yəqin ki multimetri bilirsiniz. Burada alternatif akım da 20'nin üzerine koyduk. Burada içeride drop var. Kırmızı ve qara. Kırmızı müsbət ve qara sənədi standart etraf dəyişmir. Bu arada yəqin ki bunu da bilirsiniz. Mənfi xətt həmişə bir modulda bir xəttdə olur. Yəni mənfini mən burada Type-C-nin üzərinə qoyduqda və burada müsbətə qoyduqda ekranda görürsünüz ki 5.48 volt var. Yəni 5 volt 48 balaca voltda yəni. Burada məsəl üçün çıxışda müsbətə toxundurduqda yenə burada 5.43-42 arası. Çünki mən bu MT3608 modulunu başqa bir yerdə 5 volt kimi istifadə etmişəm. Girişini isə 3 volt, 2 volt vermişəm. Çıxışda 5 volt almışam.
buradakı vinti vuraraq bunu 12 volta ayarlayaq. Onu vurmaq üçün də atliyorka ilə gedə bilərsiniz. Bunu sağ tərəfə vurduqda da var, sol tərəfə vurduqda çoxalır. Bu vinti arada çox vurmaq lazımdır ki 12 volta gəlsin. Çünki hassas bir metal, hassas bir potansiyon. Bəli, gördüyünüz kimi 10.78-79. Əslində o ledi yandırmağa kifayət bir voltajdır. Amma lap güclü yanmağını istədiyim üçün tam 12 volt ayarlayacağım. Bəli, 12.6 volt. Tam istədiyim voltajdır. Mən bura bu ledi toxundurduqda bu led işləyəcək. Gördüyünüz kimi ledin burasında qırmızı xətt var, yəni bu müsbətdir. Burada heç nə olmadığı üçün bunu mənfi qəbul edirik. Multimetri qırağa çəkin. Bu arada multimetrdə biz təmir etmişdik. Şimdi burada dişi olan şunu da ledimizə bağlayacağıq. Estağfurullah, leda yox. Metr 38 metrə bağlayacağıq. Tamamıyla bitti. Şimdi biz burada göreceğimiz iş bu erkek şunla bu düğmeni ve bu ledi bağlamak. Bu bizim enerji mənbəyinə bağlanan şunu olacaq. Bunu biz düğmenin bu qara ucunu bağlayacağım bu ağır. Bəli dostlar, burada bitti. İndi isə test aşamasına keçək. Bəli, burada enerji mənbəyini baxdım. Foka da baxdım. Yəni mən düyməni basanda bu işləyəcək. İndi isə düyməni basaq ya. Bəli, gördüyünüz kimi ışıq işlədi. Düymədə biraz naxallıq var. Onu da həll eləyəcəm. Dostlar, kanalıma abunə olub, like atmağı və yorum yazmağı yaddan çıxartmayın.
Sağ olun, görüşənə dək. Here we go.